son illərdə istifadə olunan qiymətlərə görə daha ucuz malzemeler, daha ucuz dərman maddələri ölkəyə gəlir. Avropa, Amerika şirkətləri, dərman şirkətlərindən danışıram. Çox az bir qismi ölkədə qalır. Bugün ölkənin dərman təchizatı ən yaxşı halda Türkiyədən gələn firmalar üzərinə, əksər hissəsi isə Hindistan, Pakistan bu kimi ölkələrdən dərman malzemeləri hesabına. Yəqin ki, həmkarlarım da təsdiq edir. Bəs niyə Avropa, Amerika gedib bizdən? Çünki bizdə qiymət siyasətini müəyyənləşdirən Babək müəllim deyir, təbib icbari sığorta yox. Tarif şurası bu qiymətləri verir. Tarif şurasının da qiymətlərini yəqin ki, mütəxəssislərdən alıb verirlər. Yəni Avropa şirkətləri deyək ki, azı valyuta konvertasiyasına çevirəndə düşünün nə qədər fərq eləyər. Onlara sərf eləməz gəlib bu ölkədə çalışmaq. Çox da böyük bir bazar kimi baxılanda da çox da böyük bir bazar yoxdur burada. Amma indi demək ona görə dərmanlar keyfiyyətsizdir. Keyfiyyətsiz dərmanımızın əsas səbəbləri oradadır. Brend dərmanların bir çox Azərbaycanda yox. Demək keyfiyyətsiz Azərbaycandan gediblər. Eyni zamanda bunu biz keçircək tibbi məsrəf materiallarına, onların da əksəriyyəti Hindistan, Çin, Pakistan belə ölkələrdən gələn malzemelərdir. Avropa, Amerika məhsulları baha başa gəlir və onu ölkəyə gəlişi bu qiymətlərlə gəlib istifadə olunması, amma əl altında olması lazımdır. İkinci ən böyük problemlərdən də biri nədir? Həmkarlarım yenə təsdiq edir. Məsələn, xolesterin düşürücü bir rozvastatin dərmanımız var. Eyni adda 50-dən çox firmanın dərmanı var bazarda. Səhiyyə Nazirliyi bunlara niyə icazə verməlidir? Eyni götürək B qrup vitamini olsun, ağrı kəsici olsun. Eyni adda nə ehtiyac var ki 30-40 adda firma gətirsin bunu? Nə ehtiyac var? Amma əvəzində nə baş verir? Bizim bir qan sulandırıcı dərmanımız var, Varfarin adında. Bu həyati vacib xəstələr üçündür. Qapaq əməliyyatı olunan xəstələr, tromboemboliya keçirmiş xəstələr. Bir neçə ay qabaq, bir ay ölkədə tapılmadı. Ölkədə yox idi bu dərman. Amma səhiyyə planlama eləməlidir ki, mənim varfarindən başqa bir alternativim də olsun. Bax, planlama budur. Bunu da getməlidir statistika üzərindən. Sən ölkəndəki əməliyyat siyasını, xəstəlik siyasını çıxar. Deyək ki, ikinci bir dənə daha ciddi problem çıxır. Bugün çox sağ olsun, dövlət qayğısı ilə icbari tibbi sığorta ilə məsələn, invaziv işlər, angiografiya stent eləyirik. Dövlət 2000-in üzərində pul xərcləyir ki, sığorta ilə bir vətəndaş gəlib stent qoydursun. Amma bunun bəsit 3 manat 50 qəpik aspirini dövlət təmin eləməlidir ki, bu stent tutulmasın. Dərmanlar yoxdur dövlət təminatında. Bu ciddi problemdir. Deyək ki, biz əgər əvvəllər insult xəstəsi olsun, hipertoniya ağırlaşmalı xəstələr var idi. Bunlar pulsuz dövlət xəstəxanalarında yatırdı, amma indi bunların hamısı icbari tərəfindən ödənişli olub. Yəni pulunu icbari sığorta verir. Biz əgər bu xəstəyə davamlı təzyiq dərmanı versək, düşünün 30-40% insult xəstələrin qarşısını ala bilərik. Bu qədər ciddi problemlərimiz var.